Amma mən bax bütün bu proseslər əslində kimin xeyrinədir, kimin əlinə işləyir? Əvvəl onu qeyd edeyim ki, bu Avropa İttifaqının haqqında bəhs olunan mülki missiyasının ilk dəfə 2022-ci ilin dekabr ayının 27-sində Ermənistan Xarici İşlər Naziri Avropa İttifaqının müraciəti əsasında gəliblər. Ondan qabaq isə, bu müraciətdən qabaq isə yenə də onlar qeyri-qanuni şəkildə Qarabağ ərazisində fəaliyyət göstərmişdilər. Və bundan sonra 2023-cü ilin yanvar ayının 23-dən rəsmən onların bu gəlişi təmin edildi. Ermənistan-Azərbaycan sərhədində yerləşdirildilər. Və indi də qeyd olunduğu kimi 2025-ci ilə qədər bir uzadıldı, indi də 2027-ci ilə qədər uzadıldı və yeni xəbər odur ki, Avropa İttifaqından daha bir ikinci missiya Ermənistana gəlməyə hazırlaşır. Və bu ikinci missiya isə daha çox kiber hücumlarla bağlı məsələlərlə mübarizə aparacaqları iddiasını ortaya qoyurlar. Bütövlükdə Avropa İttifaqının hal-hazırda rəsmi statistikaya görə 16 mülki və hərbi missiyası mövcuddur. Onlardan Gürcüstanda da oldu məlum 2008-ci ilin avqust hadisələrindən sonra. Və indi də onların fəaliyyətinə gəldikdə Ermənistan ərazisində yerləşiblər və onların fəaliyyətinə qiymət verərkən mənə elə gəlir ki, burada çox incə bir məqam var və bu məqamlara dövlətimizin başçısı Cənab İlham Əliyev Zəngilanda səfərdə olarkən çox yaxşı bir aydınlıq gətirdi. Yəni bu missiyanın mahiyyəti ondan ibarətdir ki, güya Ermənistan-Azərbaycan sərhədində olub, Ermənistan ərazisində yerləşməklə Azərbaycandan gələ biləcək təhdidləri, təhlükələri öncədən görmək, bunu nəzarət etmək, bunu müşahidə etmək və bundan irəli gələn müəyyən tədbirlər görmək. Tədbirlər deyəndə onların adından da göründüyü kimi mülki missiyadır və onların hərbi baxımdan bir tədbir görmək potensialı da yoxdur. Sadəcə görünür ki, bir hay-həşir qoparmaq, Avropa liderlərini ayağa qalxızmaq, Ermənistana dəstəyi təmin etmək kimi deməli mahiyyət güdürlər. Amma ona görə absurddur onların bu yanaşması ki, Azərbaycanın cənab prezidentin qeyd etdiyi kimi ümumiyyətlə bizim Ermənistanla bağlı, onun ərazisi ilə bağlı hər hansı bir planımız yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin eləyib, bizim başqasının torpağında gözümüz yoxdur. Biz əksinə sülh prosesinin təşəbbüskarıyıq. Azərbaycan sülh gündəliyini diktə eləyir. Biz istəyirik ki, tezliklə regionumuza uzun müddətli və dayanıqlı sülh gəlsin. Biz sülhün təşəbbüskarıyıqsa, bu Avropa İttifaqının bu missiyası ümumiyyətlə mənasını itirir ki, həm də o günlər o mənasını itirdi ki, 2023-cü ildə dediyim kimi yanvar ayında gəlmişdilər, missiyalar başlamışdı və əgər doğrudan da olan əlindən bir iş gəlirsə, elə həmin 2023-cü ildə, sentyabr ayında bir neçə saat ərzində Azərbaycan Silahlı Qüvvələri Qarabağda bizim deməli suverenliyimizi təmin etdilər və ondan sonra da bizim hər hansı bir Ermənistan ərazisi istiqamətində irəliləməyimiz bu qeydə alınmayıb, bu baş verməyib və belə bir niyyətimiz də heç zaman olmayıb. Heç biz Tovuz hadisələri zamanı, Tovuz döyüşləri zamanı biz irəli gedə bilərdik. Hətta yadınızdadırsa Birləşmiş Ştatların prezidenti Donald Trump Azərbaycan prezidentinə xitabən belə bir sual qaldırmışdı ki, siz hücumda etdiniz, ərazilərinizi azad etdiniz, nəymiş irəli getmədiniz? Və Azərbaycan prezidenti Cənab İlham Əliyev də o zaman cavab vermiş ki, bizim belə bir niyyətimiz yoxdur, belə bir hədəfimiz yoxdur. Bizim niyyətimiz ərazi bütövlüyümüzü təmin etməkdir, onu da biz etdik. İndi sual yaranır ki, əgər bu Avropa İttifaqının bu missiyasının niyyəti Azərbaycandan gələ biləcək təhdidlərlə bağlıdırsa və o niyyətin olmamasını da onun ali rəhbərliyi səviyyəsində Azərbaycanın deyilirsə, belə olan vəziyyətdə kimi anladırsınız, kimin gözünə kül üfürürsünüz, bu nə deməkdir? Və hesab edirəm ki, bu reallıq fonunda indi Avropa İttifaqından danışarkən əsas dövlətlərdən biri Fransadır və Fransa prezidenti də gəlib orada özünü qəhrəman kimi göstərir. Və güya ki Fransa var və güya ki Fransanın lideri Ermənistana gəlib, daha qorxusu yoxdur, Azərbaycan hücum edə bilməz. Azərbaycan heç bir Ermənistanla bağlı deməli təhdidi və təzyiq ola bilməz. Çünki ora bir qəhrəman Emmanuel Macron gəlib. Yəni çox cəfəng, boşboğazlıqdan başqa bir şey deyil. Heç bir mənası olmayan bir yanaşmalardır. Azərbaycanın belə bir niyyəti də yoxdur. O ki, qaldı sizin konkret sualınızla bağlı məsələlərə. Mənə elə gəlir ki, bax indiki bax bu reallıqlar fonunda
Paşinyan sadəcə çox gözəl bilir ki, hamıdan gözəl bilir ki, Azərbaycandan bu təhdid yoxdur, bu təhlükə yoxdur. Amma eyni zamanda Paşinyanın bir simvolik olaraq Avropa İttifaqının Ermənistanda təmsilçiliyi lazımdır. Çünki Ermənistanda bilirsiniz ki, Rusiyanın bir 4000-lik hərbi birləşməsi fəaliyyət göstərir. Və belə olan vəziyyətdə Avropa İttifaqının da bir hərbi adı olmasa da belə, mən yaddan çıxarmaq ki, o da Kanadada var və Kanada ümumiyyətlə Avropa İttifaqına daxil olmayan bir dövlətdir və Kanada NATO ölkəsidir. Yəni dolayısıyla sanki Paşinyan bu missiyanı saxlamaqla bu gün də deməsə sabah çalışır ki, regiona, Ermənistana deməli Avropa İttifaqı, NATO gələcəkdən NATO, Avropa İttifaqı ümumiyyətlə gələcəkdə NATO missiyası gəlsin. Yəni belə bu da Rusiya qarşı yönəlmiş bir addım kimi onu hesablayır. Yəni bu Avropa İttifaqının missiyasının olması Rusiyanın heç mənafeyinə uyğun deyil. Onlar heç bunu istəmirlər. Çünki özlərinin siz Rusiyanın o siyasi dairələri, Kremlə yaxın olan siyasi dairələrindən sual versəniz ki, Rusiyanın bu regional maraqları içərisində birinci yerdə hansı dayanır? Deyəcəklər ki, postsovet məkanı və Cənubi Qafqazda onun tərkib hissəsi kimi. Birləşmiş Ştatlara eyni sualı verəndə qlobal maraqların daşıyıcısıdır. Onlar yaxın orta şərqin adını daha çox çəkirlər ki, strateji maraq zonasıdır. Belə olan vəziyyətdə bu Cənubi Qafqaza özünü arxa bağçası kimi baxan Rusiya üçün heç lazım deyil ki, Avropa İttifaqının orada adı mülkü də belə olsa onun təmsilçiliyi olsun və gələcəkdə onun mahiyyətin dəyişməsi və NATO istiqamətli olması onları narahat edir. Düzdür, NATO'nun özü haqqında da bu günləri nikbin fikirlər söyləmək biraz çətinləşib. Çünki NATO'nun özünün dağılması təhlükəsi indi daha çox səslənməkdədir. Yəni, hər halda bu Moskvanın maraqlarına uyğun deyil. Avropanın maraqlarına gələndə, Avropada çox gözəl bilir. Əla bilirlər ki, Azərbaycanın deməli Ermənistana hücum etmək niyyəti yoxdur. Əksinə, sülh təşəbbüskarı bizik, sülhü biz istəyirik, ən çox da bu istiqamətdə çalışırıq. Azərbaycan Ermənistanla bilirsiniz ki, bir etimad mühitinin formalaşması istiqamətində praktiki addımlar atır və Cənab Prezidentin sözləridir ki, biz Vaşinqtonda Ermənistanla sülh müqaviləsini parafladıq. Bu çox vacib sənəddir, amma ondan da vacibi başqa bir şeydir. Ondan da vacibi odur ki, biz sülh prosesində praktiki addımlar ataq. Nə qədər sənədlər var ki, nə olsun, elə Ermənistan-Azərbaycan münaqişəsi ilə də bağlı BMT-nin 4 qətnaməsi vardı, işləmirdi. Da 60-70 ildən çoxdur ki, İsrail-Fələstin münaqişəsi ilə bağlı BMT-nin sayısı hesabsız qətnamələri heç birisi işləmir. Və bütün bu reallıqlar fonunda bizə bu paraflanmış sənəddən daha vacibi praktiki addımlardır və görürsünüz ki, artıq bu istiqamətdə böyük işlər gedir, təmaslar var, vətəndaş cəmiyyəti institutları arasında təmaslar mövcuddur. Bizim Xarici İşlər Nazirləri səviyyəsində, dövlət başçıları səviyyəsində, parlament sədrləri səviyyəsində istisna deyildir ki, perspektivdə deputatlar səviyyəsində də bu təmasların əsasları qoyulsun və hətta bizim ticarət əlaqələrimiz yaranıb. İndi təxminən 6 milyon dollar səviyyəsində bizim ticarət əlaqələrimiz formalaşmaqdadır. Türkiyə analoji bu istiqamətdə addımlar atmağa başlayır. Yəni bütün bunlar onu təsdiqləyir ki, Azərbaycan sülh prosesinə sadiqdir və sözlə deyil, əməli addımlarla bunu təsdiqləyir. Bu reallıqda Avropa İttifaqı missiyasına nə ehtiyac var? Deməli, Avropa İttifaqı da əslində gözəl bilir ki, ona ehtiyac yoxdur və yenə də Cənab Prezidentin Zəngilandakı çıxışından bir məqama toxunmaq istəyirəm ki, Azərbaycan tərəfindən o Avropa İttifaqının dedikləri kimi hadisə baş versə, yəni biz hərbi əməliyyata başlasa, onların dabanları parıldayacaq, həmin o missiyanın üzvlərini, yəni baş götürüb qaçacaqlar, bu bəlli həqiqətdir. Ona görə də Avropa İttifaqı üçün bu o baxımdan lazımdır ki, Avropa İttifaqı perspektivdə Ermənistan Cənubi Qafqazda möhkəmlənmək iddiasından çıxış edir və xüsusilə Fransanın bu baxımdan çox böyük iddiaları var. Bunu qeyd etmək istəyirdim. Azərbaycana isə bu sərf eləmir. Bizim maraqlarımızı tamamilə ziddir. O baxımdan ziddir ki, yəni niyə fon yaratsınlar? Niyə məsələn bu günləri daha doğrusu 7 iyunda Ermənistanda parlament seçkiləridir. Seçkiyə gələn orta statistik erməni seçici niyə düşünməlidir ki, Avropa İttifaqının nümayəndələri, mülki missiyası buradadır. Çünki Azərbaycan hücum edə bilər. Çünki
onlar bizi qoruyurlar və Azərbaycanın hücumunun qarşısını alan bir amildir. Yəni o yanlış, əsassız, boş, mənasız bir məsələlərdir. Amma başqa bir prizmadan da baxmaq olar ki, həm də Avropa İttifaqının missiyasının, mülki missiyasının mövcudluğu bu Ermənistan uğrunda Rusiya, yəni Moskva və Brüssel arasındakı ziddiyyətləri dərinləşdirən və onlar arasındakı mübarizəni şərtləndirən bir amildir və onların bir-biri ilə mübarizəsini qoy aparsınlar, bunun bizə dəxli yoxdur. Amma istənilən halda mən o ideyanı müdafiə edirəm ki, belə bir missiyanın Azərbaycan əvvəldən əleyhtarıdır. Bu missiya bizə qətiyyən lazım deyil. Çünki biz sülh istəyirik. Sülh istədiyimiz bir reallıqda və beynəlxalq ictimai fikrə də bunu çatdırırıq. Ermənistan erməni ictimai fikrinə və cənab prezidentin Zəngilan çıxışı həm də erməni ictimaiyyəti üçün idi. Onlar görsünlər ki, biz sülh istəyirik və bu baxımdan Avropa İttifaqının bu missiyasına qətiyyən ehtiyac yoxdur.